Mövzumuz Qaraqoyunlu dövləti. Sadəcə dərsi diqqətlə dinləyin. Kitabını oxumanıza bir gərək qalmayacaq. Rahat bir mövzudur. İlk olaraq dərsə giriş verirəm. Daha sonra əsas hissələrə başlayacağıq. Giriş hissəsi nədən ibarətdir? Deməli, biz Səlcuq dövləti keçmişdik. Oğuz türkləri Səlcuq dövlətinin zəiflənməsindən sonra Monqollardan qaçmış olur. Necə olur? Deməli, Monqolların yürüşlərinin nəticəsində Oğuz türk tayfaları qərbə doğru, yəni Azərbaycandan qərbə doğru hara qaçırlar? Şərqi Anadolu istiqamətinə qaçırlar, orada məscun salırlar. Bu bir. Daha sonra isə Monqollar zəifləyir, Əmir Teymur keçmişdi. Əmir Teymurun türk-İslam amilini birləşdirə bilməməsi üzündən bu Oğuzlar yenidən, yəni Oğuz tayfaları, Oğuz düşmanlar, Oğuz düşman tayfaları yenidən gəlib fəallaşıb dövlətlər yaradacaqlar. Oğuzların bir çox qolu var. Məsələn, Qınıqlar Səlcuq dövlətini yaratmışdı, Qayıboyu Osmanlı dövlətini yaratmışdı. Bu gün də öyrənəcəyik Baharlılar kimdir, Bayandurlar kimlərdir. İndi ona gəlməzdən əvvələ baxaq. Deməli, ümumiyyətlə, burada bir sıra tayfalar var. Bu dərsimizin giriş hissəsidir. Sadəcə bunları məlumat xarakterli yadınızda saxlayın. Bu tayfalar hansılardır? Birincisi başlayaq kimlərdən? Ümumiyyətlə, Oğuz türkmanlarla. Oğuz türkman tayfaları Azərbaycanda məskunlaşıb 7-ci əsrdə. İkincisi, Ağac ərilər. Ağac əri tayfaları 5-ci əsrdə Azərbaycana gəliblər və bunlar Xalxal bölgəsində məskunlaşıblar. Monqolların yürüşü uzbatından qərbə doğru köç ediblər. Sonra Xalxal. Üçüncüsü, Sərli tayfaları. Sərlilər isə Naxçıvan və Sürməli ərazisində məskunlaşıbdır. Bir də Baharlı tayfası, Baharlı həmin Qaraqoyunlu dövlətinin və tayfa birliyinin yaranmasında önəmli rol oynayıblar. Qaraqoyunlu tayfa birliyinin və dövlətin yaranmasında önəmli rol oynamış tayfalardır. Bu dərsimizin giriş hissəsidir. Sadəcə məlumat olaraq saxlayın. İndi əsas hissələrə başlayırıq. Bunu screenshot edib qeydiyyatını götürün. Keçdik ikinci hissəsinə. Qaraqoyunlu. Deməli, ümumiyyətlə Qaraqoyunlu bəyliyi var və yaxud tayfa birliyi var, bir də dövlət var. O sözlərə fikir verin. Bu dərsdə yəni fikir verəcəyiniz incə nöqtə odur. Bəylik dönəmi, dövlət olaraq dönəmi. Qaraqoyunlu bəyliyi 1375-də yaranıb, 1410-cu ilə qədər davam edibdir. Qaraqoyunlu dövləti isə 1410-cu ildə yaranıb, 1468-də süqut edibdir. 15-ci əsrin birinci yarısında yaranıb, 15-ci əsrin ikinci yarısında süqut etmişdir. Paytaxtı isə Təbrizdir. Təbriz isə Azərbaycanın hansı hissəsində yaranacaq? Cənub hissəsində. Deməli, Cənub Azərbaycanda yaranmış dövlətdir. İndi bu hissədə bəylik dönəmində olanları yazacağıq. Başlayaq birinci Bayram Xocadan. Türklər demişkən Xoca. Bayram Xoca neyini? Bayram Xocanın dövrü 1375-1380, cəmi 5 il hakimiyyətdə olubdur. Bu neyindir? Bu ilk olaraq 1375-ci ildə Qaraqoyunlu bəyliyini yaradıbdır. Qaraqoyunlu bəyliyini yaradıb. Harda? Van ətrafında və yaxud Ərzişdə. Bu bunların ilkin vətəni olubdur. Fikir verirsiniz, Van, Ərziş, Azərbaycanın qərb hissəsində məskunlaşıblar. Daha sonra Bayram Xoca öz ərazisini genişləndirib Ərzincan, Şərqi Anadolu və Sivasa yayıb. Bir də Cəlairi Üveysin sarayında nüfuzlu əmirlərdən olubdur. Məsələn, bu Bayram Xoca. Bəylik dönəmi 5 ildir. Deməli, burada xarici dövlətlər kimdən adını çəkdik? Cəlariləri, özdə Cəlari Üveys. Bunu belə altına xətt çəkdik. Bayram Xocadan sonra ikinci şəxs görürük, Qara Məhəmmədi. Qara Məhəmmədin hakimiyyət dövrü 1380-1389. Bu da 9 il hakimiyyətdə olubdur. 9 il görək neyini? A. Bu bəyliyi yaradıb, bu isə tayfa birliyini yaradıbdır. Bu Van ətrafında yaradıb, bu Vanı mərkəz seçib özünə. Mərkəz seçib. İkincisi, Cəlari Üveysin dövründə əmir olub, bu isə Cəlari Əhmədlə qohum olubdur. Əlavə olaraq da deyirik, Əmir Teymur var idi, keçmişdik. Teymurların Azərbaycana 1386-cı ildə birinci yürüyüş olmuşdu, düzdürmü? Əmir Teymurun Azərbaycana birinci yürüyüşündə Təbriz və Azərbaycan uğrunda mübarizədə məğlub olubdur.
Dediyimiz kimi Əmir Teymurun qarşısında heç kəs dura bilməz. Nəinki Qara Məhəmməd. Ümumiyyətlə Əmir Teymur heç bir döyüşdə məğlub olmamışdır. Necə ki burada. Deməli 1386-cı ildə Təbriz və Azərbaycan uğrunda döyüşlərdə Qara Məhəmməd məğlubiyyətə uğramışdır. Aha. Deməli burada nə gördük? Cəlaliri Üveysin dövründə yaxşı nüfuzlardan, nüfuzlardan olan, əmirlərdən olan Bayram Xocadır. Cəlaliri Əhməddən qohum olan budur. Eyni zamanda Əmir Teymurdan münasibətləri mənfidir. Keçdik üçüncü şəxsə, Qara Yusifə. Qara Yusif isə 1389-dan 1410-cu ilə qədər bəyliyi idarə etmişdir. Daha sonra isə dövləti idarə edəcək. Deməli, Qara Yusifin dönəmi iki yerə ayrılır. 1389-dan 1410-a qədər bəyliyi idarə edib, bu tərəfə böyük hərflərlə yazaq, bəylik. Bəyliyi hakimiyyət dövrüdür ha bunun. Sadəcə bəyliyi idarə edibdir. 1410-dan da 1420-yə qədər Qara Yusifin hökmdarlığı olar, belə deyək də, Qaraqoyunlu dövlətini idarə edəcək. Yaxşı, bəylik dönəmində biraz çoxdur deyə mən keçsin bu hissəyə. Aha. Görək Qara Yusif bəylik dönəmində nə edib? 4 dənə döyüş var. 1394 Bağdad döyüşü, 1406 Araz çayı Naxçıvan ərazisində yerləşir və yaxud da Naxçıvan döyüşü, 1408 Sərdrud, bu Təbriz şəhəri ərazisində yerləşir, 1410 Əsəd döyüşü. Bu da Təbriz yaxınlığında yerləşir. Ola bilər testə düşər, digər xəritədə göstər hansı ərazidə yerləşir. Baxaq, Bağdad. Deməli, kimlər arasındadır? Qaraqoyunlu Teymuri, Qaraqoyunlu Teymuri, Qaraqoyunlu Teymuri, Qaraqoyunlu Cəlaliri. Yaxşı. Bir dənə Qara Yusif Bağdad döyüşündə məğlub olub. Qalan bütün döyüşlərdə Qara Yusif qalib gəlmişdir. Amma dediyim hər bir hadisə Qaraqoyunlu bəyliyinə aiddir. Bütün döyüşlərdə, yəni bu üçündə Qara Yusif qalibdir, yəni Qaraqoyunlular qalibdir. Bir dənə Bağdad döyüşü istisnadır. Çünki niyə? Burada Teymurləri idarə edir Əmir Teymur. Teymur heç bir döyüşdə məğlub olmayıb, bax ona görə. Amma burada Teymurləri kim idarə edir? Əbu Bəkir. Əbu Bəkir adlarına fikir verin. Əbu Bəkirin yerine başqa bir şey, Miranşah yazar məsəl üçün. Əbu Bəkir, Cəlaliri hökmdarı da kimdir? Əhməd. Bu 4 dənə döyüş aiddir Qara Yusifin bəylik dönəminə. İndi burada bir məsələlər var, onları izah edək. Bağdad döyüşündə nə edir? Baxın, Qara Yusif, yəni hakimiyyətə gələndə bunun qarşısında 3 dənə dövlət olur. Birincisi Ağqoyunlardır, ikincisi Teymurilərdir, üçüncüsü Cəlalilərdir. Bu gedir Cəlalilərlə dost olur. Kimdən? Əhməddən. Baxın, Bayram Xoca da Cəlalilərlə münasibəti yaxşıdır. Qara Məhəmmədin də Cəlalilərlə münasibəti yaxşıdır. Qara Yusif də. Nə edir? Əhmədlə dost olur. Kimə qarşı? Əmir Teymura qarşı. Bax, 1394-də Əmir Teymura qarşı Qara Yusiflə Əhməd bir yerdədirlər. Sadəcə Əmir Teymur qalib gələndən sonra Qara Yusiflə Əhməd, bunu keçən dəfə izah eləmişdi. Qara Yusiflə Əhməd qaçır İldırım Bəyazıtın yanına. İldırım Bəyazıt bunları müdafiə edir. Müdafiə edildiğinə görə hətta 1402-də Ankara döyüşü olur Əmir Teymurla İldırım Bəyazıt arasında. Sonra Qara Yusiflə Əhməd qaçır bu səfər də Misir mənuşlərinin ərazisinə. Amma Misir mənuşləri Teymurlərdən qorxduğuna görə bunları həbsə salır. Yəni Misir dövlətində bu ikisi həbsə gedir. Həbsdə olarkən bunlar söhbət edirlər. Söhbətdə nə deyirlər? Qara Yusif deyir ki, mən gedəcəm Bağdadı idarə edəcəm. Həbsdə olmaqların dərdini çəkmirlər. Əhməd deyir ki, mən Təbrizə gedəcəm, Təbrizi idarə edəcəm. Bunu həbsxanada olarkən danışırlar. Amma günlərin bir günündə baş verir, 1405-ci ildə Əmir Teymur ölür. Əmir Teymur ölməsi bu bir. İkincisi olaraq da Teymurlar dövlətində hakimiyyət uğrunda çəkişmələr səbəbindən Qara Yusiflə Əhməd türmədən çıxır və başlayırlar dediklərini eləməyə. Yəni Əhməd gəlir Təbrizə, Qara Yusif də gedir Bağdada. Sadəcə Qara Yusif daha belə deyək də geniş düşüncəli şəxs olubdur. O daha uzaq görən şəxs olmuşdur və ona görə də onun sayəsində zaten Qaraqoyunlu dövləti yaranacaq və inkişaf edəcək. Nəysə, deməli bunları bildik. Əmir Teymurdan döyüşür, Əbu Bəkirləri məğlubiyyətə uğradır və Cəlaliri Əhməddən. İndi bu Qara Yusif kimlərlə dostdur? Baxın, Qara Yusif Cəlalilərlə dost olubdur. Bir də Osmanlı Sultanı İldırım Bəyazitlə, birinci yəni Bəyazitlə dost olubdur. Amma Teymurilərlə müharibə aparıb, Ağqoyunlarla münasibətləri mənfidir, müharibə aparmasına münasibətləri mənfidir, bir də Şirvanşahlarla münasibətləri mənfidir. Baxın, bunu bu şəkildə yazın. Axırda onsuz dərsi ümumiləşdirəndə yenə də deyəcəm. Cəlalilərlə Osmanlıların dostdur, Teymurilərlə Ağqoyunlarla və Şirvanşahlarla münasibəti mənfidir. Yaxşı. Əhmədlə dostdur. Necə oldu düşmən oldular? Bunların birincisi səbəbləri var. Səbəbləri bəzən açıq tipli suallara düşür. Birinci səbəbi budur. Birinci səbəb odur ki, Qara Yusifin Teymurilər üzərində qalib gəlməsi Cəlaliri Əhmədi narahat edir. Bu bir. İkincisi, Qara Yusifin nüfuzunun əhali arasında artması. Üçüncüsü, ən çox bu düşür. Cəlaliri Əhməd Həmədanı
yaylasını Qara Yusifdən istəyir və Qara Yusif rədd cavabı verir. Əslində Əhməd onu yoxlayır, görür hələ bu ərazini istəsən mənə verəcək, yoxsa yox. Baxıcı verir. Deməli bu üç səbəb bunlar arasında müharibəyə səbəb olur və nəticədə nə olur? Əsəd döyüşü olur. Əsəd döyüşündə isə artıq Cəlaliri Əhmədi belə deyək, öldürür. Burada Sərdərud döyüşünün Əsəd döyüşünün müsbət cəhətləri nədir? Sərdərud döyüşünün önəmli xüsusiyyəti odur ki, Teymurilər Azərbaycandan qovulur. Əsəd döyüşünün önəmli cəhəti budur ki, Cəlalilər Azərbaycandan qovulur. Və nəticədə 1410-cu ildə Qara Yusif Təbrizə daxil olur və Qaraqoyunlu dövlətinin əsasını qoyur. Təbrizə daxil olur və Qaraqoyunlu dövlətinin əsasını qoyur. Necə Qaraqoyunlu dövlətinin ərazisi hansı əraziləri əhatə edir? Deməli, Ərəb İraqı, İraq, Qərbi İran, Şərqi Gürcüstan və Şərqi Anadolu, bir də Kürdən cənubdakı Azərbaycan torpaqları. Bunları rahat yadda saxlamaları birazdan deyəcəm. Ərəb İraqı, İraq, Qərbi İran, qərblər, Şərqi Gürcüstan, Şərqi Anadolu və Kürdən cənubdakı Azərbaycan torpaqlarına əhatə edir. 1410-cu ildə Qaraqoyunlu dövlətinin yaranmasının ən önəmli cəhəti olur ki, Oğuz tayfaları olan Baharlılar, yəni Oğuz türkləri siyasi hakimiyyətləri bərpa olunur. Yəni hakimiyyətə gəlmiş olurlar. Baxın, bunların hamısı, danışdıqlarımızın hamısı Qaraqoyunlu bəyliyinə aiddir. Düşünürəm ki, buraya qədər bütün hadisələri bilirsiniz. İndi görək, Qara Yusif hökmdar olaraq nə edibdir? Baxaq, hökmdarlıq dövrlərinə. Əhmədlə mənfi münasibətlərini məncə başa düşdük. İndi baxaq görək hələ Qara Yusif hökmdar olaraq nə edir? Hökmdar olaraq 10 il hakimiyyətdə olubdur. 1410, 1420. Məncə buranı sileyim, rahat olsun. Yazaq bura Qara Yusif. 1410, 1420 artıq Qaraqoyunlu dövlətinin başçısıdır. Nə edir Qara Yusif hökmdar olaraq? 1412-ci ildə Kür döyüşü olur. Kimdən? Şirvanşahlarla Qaraqoyunlar arasında. Bu zaman Qaraqoyunlar qalib gəlib, Şirvanşah İbrahim məğlubiyyətə uğradı. Şirvanşah İbrahim hansı sülalədəndir? Dərbəndilər sülaləsindəndir. Demək, Dərbəndilər sülaləsi burada məğlubiyyətə uğramışdır. Niyə Kür döyüşü olur? Niyə? Səbəb nədir? Şirvanşah İbrahim Qara Yusiflə münasibətləri üç yöndə mənfi olur. Nəyə görə? Birincisi, Şirvanşah İbrahim Qara Yusif İbrahimə deyir ki, mənə boyun əy, boyun əymir. Görülməmiş bir iş. Şirvanşah İbrahim yenilik elədi. Boyun əyməyib. Normalda Şirvanşahların xəssiyyəti oldu axı, hər bir dövlətə asılı olmaq, boyun əymək və asılı olmaqdır. Bu burada boyun əymir. Çünki niyə? Siyasi vəziyyəti düzgün qiymətləndirə bilmir. İkincisi, İbrahim 1407-ci ildə Şərqi Gürcüstanı öz hakimiyyətini Şərqi Gürcüstana yayır. Bu səbəbdən. Üçüncüsü isə İbrahim öz oğlunu, deməli, Kəyumərsi Cəlaliri Əhmədin yanına köməyə göndərir o Əsəd döyüşündə. Yəni səhv addı verir də Qara Yusif seçməlidir. Qara Yusif seçmir, gedir Əhmədi seçir. Öz oğlunu göndərir ki, gedir Əhmədə köməklik elə. Bu üç dənə səbəb Qaraqoyunlarla Şirvanşahlar arasında müharibəyə gətirib çıxarır. İbrahimə kömək edənlər kimlərdir? Yadınızda saxlayın. Əhməd, yəni Sultan Əhməd Şəki hakimidir bu arada. Bir də Gürcü çarı Konstantin. Bunlar buna köməklik edir. Amma döyüşdə Konstantin və 300 əyyan elə yerindəcə qətlə getirilir. Sonra Şirvanşah İbrahim də aparır Təbrizə. Təbrizdə olanda Təbriz sənətkarları və tacirləri gedirlər 1200 tümən dəyərində qızıl və dinar gətirirlər, verirlər Qara Yusifə və Qara Yusif də bunu bağışlayır. Bu nə ilə əlaqədardır? Çünki 1406-cı ildə yadınızdadırsa Təbriz əhalisi İbrahimə köməyə çağırmışdı, İbrahim köməklik eləmişdi. İndi də Təbriz əhalisi İbrahimə köməklik edir Qara Yusifə qarşı. Və İbrahim nə edir? Yenə İbrahim deyir ki, asılı olmaq biz demək. Ona görə İbrahim Qara Yusiflə asılı olur və 1412-ci ildə də bununla nə olur? Qara Yusif öz hakimiyyətini bütün Azərbaycana yayır. Yəni Şimali Azərbaycanda yaymış olur. Deməli, burada bir nəticə var ki, Qaraqoyunlu dövləti mərkəzləşmiş dövlət olmayıb. Yəni, vahid şəkildə dövləti birləşdirə bilməyib. Çünki Qara Yusif çoxlu soyqal paylayıb. Soyqal irsən-kəsin torpağa deyirlər. Ətrafını çoxlu soyqal payladığına görə, belə deyək də, onlar müstəqilləşir və Qara Yusifə tabi olmurlar. Bu səbəbdən Qaraqoyunlu dövləti nədir? Mərkəzləşmiş dövlət ola bilmir. Çoxlu soyqal paylamış demişsən. Qara Yusif eyni zamanda öz sarayında türk dilinə önəm verərək və Quran-Kərimi türk dilinə tərcümə elətdirir. Və buna deməli üzvünün qarşısında belə bir ifadə var. Ədalətli hökmdar. Ədalətli iş görən
hökmdar ifadəsi var. Qara Yusifin üzünün qarşında. Nə bilim, bir də onun bununla bağlı deyirlər ki, döyüşlərdə qan içən, şənliklərdə nə bilim buludlar saçan bir hökmdar kimi belə bir ifadələr var. Tam doğru deyə bilməsəm də hələ. Yəni yadda saxlayın ki, döyüşlərdə qan içəndir, bir də ədalətli iş görən hökmdardır. Quranın təfsirini yazıb türk dilindədir. Türk dilində daha çox önəm verir, bir də çoxlu soyqal paylayan hökmdardır. Bu bizim Qara Yusifimiz. Demək, Qara Yusif həm bəylik dönəmində, həm də belə deyək də, dövlət başçısı olaraq nə edibdir? Teymurilərlə müharibə aparıb. Teymurilərlə müharibə aparıb, daha doğrusu bəylik dönəmində Şirvanşahlarla isə müharibə aparıb hakimiyyətdə olanda, yəni dövlət başçısı olanda. Qara Yusifdən sonra hakimiyyətə gəlir Qara İskəndər. Baxaq görək Qara İskəndərin dövründə nələr baş verir. Qara İskəndərin dövrü 1420-1436-cı illədir. Qara Yusifin dönəmində deməli, Şirvanşahlarla münasibətlər yenə mənfidir. Artıq burada cəlalilər yoxdur. Teymurilərlə münasibətləri yenə mənfidir. Ağqoyunlarla münasibətləri mənfidir. İndi axırda mən dedim ki, bir düstur formasına verirəm, çox rahat yada saxlayacaqsınız. Burada belə bir hadisə olur. Qara Yusif Əmir Teymurdan sonra hakimiyyətə gəlir. Mən onu demək istəyirdim bayaq, sonra cümləmi dəyişdirdim. Qara Yusifdən sonra, daha doğrusu Teymurlar dövlətində Əmir Teymurdan sonra hakimiyyətə gəlir Şahrux adlı şəxs, Teymurun oğludur. Qara Yusiflə Şahrux müharibələr edir və müharibədə Qara Yusif qalib gələrək Sultaniyə, bir də Qəzvin şəhərlərini tutur. Bu da Teymurilərin ticarət mərkəzidir. Deməli, Qara Yusif həm hökmdar olaraq, yəni dövlət dönəmində, həm də bəylik dönəmində Teymurilərlə müharibə aparıb. Cümləmi bax elə qurmaq istəyirdim. Bəli, Sultaniyə və Qəzvin şəhərlərini ələ keçirdi və Şahruxu məğlubiyyətə uğradıbdı. Amma Qara Yusif yolda ölür, 1400-cü ildə xəstələnib ölür, Şahruxun üzərində əslində yürüş eləmək istəyəndə. Yolda xəstələnib ölür və ondan sonra hakimiyyət dəyişir. Yəni Qara İskəndərə keçir. Bir də yazıda saxlayın, Şahrux Qara Yusif öləndən sonra Qarabağı tutur. Və Qarabağı müqavimətə rast gəlmədən tutur. Ona diqqət edin. Qarabağı müqavimətə rast gəlmədən tutur. Kim? Bu Şahrux. Şahrux Qarabağı tutandan sonra gedir Şirvanşah 1-ci Xəlilullahla ittifaqa girir. Deməli, Şirvanşah hökmdarı kimdir? Artıq burada Xəlilullah. Teymur hökmdarı kimdir? Şahrux. Ağqoyunda da hökmdar yoxdur, bəylik dönəmidir. Bu ikisi birləşib Qara İskəndərə qarşı çıxıblar. Qara Yusifin dövründə Şirvanşah İbrahimdir, burada Xəlilullahdır. Qara Yusifin dövründə həm Şahrux var, burada da Şahrux var. Yaxşı, bunlar arasında döyüşlərə baxaq. 1421 Alaşkert döyüşü, 1400 əslində 20-30-cu illərdə bir çox döyüşlər olur. Sadəcə bizdə ikisinin adı var. 35-ci il Təbriz döyüşü. Hər iki döyüşdə Qaraqoyunlarla Teymurilər arasında olur və hər iki döyüşdə Qaraqoyunlar məğlubiyyətə uğrayır, Teymurilər isə qalib gəlir, yəni Şahrux qalib gəlir. Sonra Şahrux Qara İskəndərin balaca qardaşı Cahanşahı hakimiyyətə gətirir. Bundan da nə oldu? Qaraqoyunlarda Cahanşah hakimiyyətə gəlmiş olacaq və Teymurilərdən asıl olaraq idarə edəcək. Məncə buraları başa düşdük. İndi keçək Cahanşahın dönəminə. Diqqətli olun, 1410-20-ci il Qara Yusifin dövlət başçısı olaraq idarə elədiyi dövrdür. Demək, həm dövlət başçısı olaraq, həm də bəylik olaraq Teymurilərlə müharibə aparmışdı. İndi görək Cahanşahın dövrü. Cahanşahın dövründə biz iki hissədə öyrənəcəyik. Bir Qara Yusifin dönəmini iki hissədə öyrənirik, bir də Cahanşahın dönəmini. Bir də baxın, video qeyd edirik. Aha, gələk Cahanşahı yazaq. Cahanşah 1447-dən, üzr istəyirəm, 36-dan 47-yə qədər Teymurilərdən asılı formada idarə edibdir. 1447-dən 1467-yə qədər isə müstəqil formada dövləti idarə edibdir. Həm asılılıq dönəmi var, həm də müstəqillik dönəmi var. Yaxşı, sizə sual verirəm. Şirvanşah İbrahim bəs nə zaman Teymurilərdən asılı olub? Yadınızda saxlayın ki, 1386-cı ildə, yəni Əmir Teymurun birinci yürüşündə. Test düşə bilər. 1386 Şirvanşah İbrahimin 1436 Cahanşahın ortaq xüsusiyyəti nədir? Teymurilərdən asılı vəziyyətə düşməsi. Yəni bəzən öyrənirik, amma əlaqə qura bilmirik. Ona görə həmişə əlaqələndirin. Bunu oxuyanda tez yadınıza başqa bir şeylər gəlsin. Nəsə, Şahrux ölən kimi bu artıq dövlətini inir, müstəqil formada idarə edir. Baxın görək müstəqillik dönəmində hansı işləri görmüşdür? 1. Hərbi islahat keçirir. Məlikşahın ortaq xüsusiyyətidir. Ordunu, nizamlı ordu yaradır, yəni. Cümlələri İranlılar kimi yazdım. Nizamlı ordu yaradır və hərbi islahat keçirir. İkincisi, bu adam oturaq əhalini önə çəkibdir. Yarımköçərləri sevmir. Yarımköçərlərə qarşı çıxır, oturaqları önə çəkir. Eyni Qazan xanın ortaq xüsusiyyətidir. Qazan xan da yerli əhalini, oturaq əhalini önə çəkir, köçərlərə qarşı çıxır. Bax, bu da eyni şəkildədir. Cahanşahın dönəmində, baxın, Şirvanşahlarla dost olur, Teymurilərlə həm dost olub, daha sonra müharibə edəcək. Osmanlı ilə dostdur, amma Osmanlıda Sultan Fatih II Mehmetdir.
Bir də Səfəvilərlə müharibə aparıbdı. Bax bu Cahanşah. Yaxşı, amma Səfəvi dövləti yox, sadəcə Səfəvilərə və yaxud da Ərdəbil hakimliyini eləyirik. Nə edibdi? Deməli, Şaxruxla dedi ki, münasibətləri yaxşıdır. Şaxruq öləndən sonra Əbu Səid gəlir. Qoy bunların dövrünü izah edək. 1440-1441-ci ildə Şərqi Gürcüstana yürüş edir. Bu sinif kitabında xəritənin üzərində yazılıb, dərslik kitablarında yazılmasına, amma dərslikdəki xəritənin üzərində yazılıb. Ona görə məlumat olaraq yadda saxlayın. 40-41-də Şərqi Gürcüstana yürüş edir. 1450-ci illərdə, siz bunu 53-də deyə bilərsiniz, səhv olmayacaq. Hara tutur? Deməli, Əcəm İraqını tutur. İranın mərkəzini və şərqini tutur. Eyni zamanda Qum, Yezd, Şirvan və İsfahan şəhərlərini tutur. Qiç formasında yadda saxlaya bilərsiniz. Q-İ-Y-Ç. Qum, İsfahan, Yezd, Şirvan, Əcəm İraqı, İranın mərkəzi və şərqini tutur. Yaxşı. Daha sonra nə edir? 1458-ci ildə Heratı tutur və Teymurilərin taxtında əyləşir. Oturur Teymurilərin taxtında. Teymur hökmdarı da kimdir? Əbu Səiddir. Amma eşidir ki, oğlanları üsyan qaldırıb, ailəmi vurublar bir-birinə. Pirbudaqla, deməli Həsən Əli. Pirbudaq Bağdadda, Həsən Əli də Təbrizdə üsyan qaldırıb, ona görə geri qayıdır və 1459-cu ildə Herat sülhünü imzalayır. Kim? Teymurilərlə Qaraqoyunlar. Teymuri hökmdarı kimdir? Dedik, Əbu Səiddir. Burada sülh imzalayır və Qaraqoyunlar Teymurilərdən təzminat alır. Görülməmiş bir şey. Təzminat alır, deməli üstün mövqedədir. 1460-cı ildə Samur döyüşü olur. Samur döyüşündə Səfəviləri məğlubiyyətə uğradacaq. Şirvanşahlarla birləşərək, bunu Səfəvilər dərsində zaten deyəcəm, indi məlumat olaraq dedim. Və 1467-ci ildə Muş döyüşü olur. Muş döyüşündə Uzun Həsən tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürülür. 1467-ci ildə Cahanşah öldürülmüşdür. Yaxşı, bu Cahanşahın dönəmi. Cahanşahdan sonra Həsən Əli gəlir hakimiyyətə. Həsən Əli Qaraqoyunlu dövlətinin sonuncu hökmdarıdır. 1467-68-də olmuşdur hakimiyyətdə. Uzun Həsən bunu da öldürür və nəticədə Qaraqoyunlu dövlətinə son qoyulmuş olur. Bu da bizim Qaraqoyunlu dövlətimiz. İndi burada bir məsələlər var, qeyd edəcəm. Yəni asan olsun deyə. Demək, Qaraqoyunlu dövlətinin aşağıdan yazırsınız ki, qızıl qeydləri. Yəni çox qızıl qədər dəyərli qeydlərdir. Test tapmağın yollarıdır. Birincisi, cümlədə əgər Qaraqoyunlardan bağlı qeydlərdir də bunlar. Birincisi, Qaraqoyunlu dövləti Osmanlı ilə heç vaxt müharibə aparmayıb. X. Heç vaxt Osmanlı dövləti ilə müharibə aparmayıb. İkincisi, heç vaxt Ağqoyunlu dövləti ilə müharibə aparmayıb. Burada dövlət sözünə fikir verin. Bəyliklə müharibə aparıb, amma dövlətlə müharibə aparmayıb. İkiz. Üçüncüsü, heç vaxt Avropa ilə əlaqəsi yoxdur. Amma bu üç dənə qeydi yazırsınız, variantlarda görün də atın. Qaraqoyunla görürsünüz yazı burada Osmanlı müharibə edir, atın. Qaraqoyunla Ağqoyunlu dövlətdir, bax dövlətin altına xətt çəkin ki, yadınızda olsun. Heç vaxt aparmayıb. Avropa ilə heç vaxt əlaqə saxlamayıb. Avropa deyəndə məsələn orada daha çox Venesiyan yazılar, Avstriya yazılar, Macaristan yazılar. Bunlar Avropa dövlətləridir. Bunlarla heç bir əlaqəsi yoxdur. İndi gəldik o dediyim həmin o kod məsələsinə. Bunu da qeyd edin, sonra koda gələk. Bax, Ərəb İraqını tutub Qara Yusif, Əcəm İraqını tutub Qara İskəndər. Cahanşah. İranın qərbini tutub Qara Yusif, İranın şərqini və mərkəzini tutub Cahanşah. Bu ikisi aiddir Qara Yusifə, bu ikisi aiddir Cahanşaha. Bu da digər fərq. İndi bura bir məsələ yazıram. Coşda. Bu nədir? Baxın, Qara Yusif, Cahanşah, Qara Yusif, İskəndər, Cahan, Qara Yusif, İskəndər, Cahan. Coşda sözü bizim kodumuzdur. Z-da bir dənə hökmdar adı çəkəcək Qara Yusif. Qara Yusif Cəlalilərlə həm Əhmədlə dost olub, həm də müharibə aparıbdır. Osmanlılardan hər ikisi də dostdur. Qara Yusif İldırım Bəyazitlə, Cahanşah Fatih II Mehmetdən. Hətta Mehmet bunu Türk və Deyləmin
sahibi, Əcəm İraqının sahibi kimi adlandırıbdır. 2-ci Mehmetdən dost. Gəldi Şirvanşahlara. Qara Yusiflə İskəndərlə Şirvanşahların münasibəti mənfidir, amma Cahanşahdan pilusdur. Teymurlərlə Qara Yusiflə İskəndərin münasibəti mənfidir, amma Cahanşah pilusdur. Ağqoyunlarla da hamısının münasibəti mənfidir, amma dedim ki, Ağqoyun dövləti deyil. Yaxşı, demək Ağqoyunların hamısı müharibə aparıbdır. Bir də burada Şirvanşah hökmdarlarına fikir verirsiniz. Qara Yusifdə Şirvanşah hökmdarı İbrahimdir. İskəndərdə Xəlilullahdır artıq. Cahanşahda da Xəlilullahdır. Teymurlərlə gəldim. Qara Yusifdə həm Əmir Teymur var, həm də Şaxruq var. Qara İskəndərdə isə sadəcə Şaxruqdur. Cahanşahda isə Şaxruqla Əbu Səiddir. Hakimiyyətdə olanlar. Ağqoyunu bəylikdə bunları zaten Ağqoyun dərsin ikisində deyəcəyik, amma dövlət deyil.